Salam değerli əziz izləyicilərimiz. Bini qəsəbəsində Yaşıl Aptekin yaxınlığında asfalt yola yaxın Sinsi 2 sot yarımda 4 otaqlı bir 6 garajı tam küçəmizin üstündə. Küçəmiz də genişdir, 10 metre küçədir. Değerli dostlar, bu hissədə bizim garajımızdır, kombi hissəsidir. Yoxsa kombi sistemi burada çəkilibdir. Qiymət videomuzun sonunda deyiləcək. Sizdən xahişim videonun sonuna izləyin. Bu hissədə də köməkçi otaqlar da var dostlar. Burada belə bir otaqdır. Sonra burada belə bir otaqdır. İç otaqlardır dostlar aşağı mərtəbədə. Siyaşqa betonda verilibdir yerə. Evimizin yuxarı mərtəbəsi 4 otaqdır. 120 kvadratdır. Suyumuzun sayğacı da mövcuddur dostlar, gördüğünüz kimi. Burada su sayğacı qoyulub. Evimizin yan tərəfidir. Qalxanın ikinci mərtəbə ilə sizi tanış edeyim. Koridor proyekti evdir. Girişte böyle bir koridorumuz. Burada sağ tarafta bizim mətbəximizdir. İşıqlı evdir dostlar. Qəşəng genişdir, böyükdür. Burada bizim böyle bir yatağı otağıdır. Aboylar da vurulubdur zövqə görə. Burada bizim ikinci yatağı otağımızdır. Bu hissədə bizim üçüncü yatağı otağıdır. Ve burada bizim sanitär ve sanuzerimiz. Tabii ki aksesuarlar EBS tarafından qoyulacaq. Burada bizim qonaq otağımız dostlar. Qəşəng genişdir, pataloku hündürdür, 3.5'dir, 3 metre deyəsən belə. Dostlar, evimizin qiyməti 115 min manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olur. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun. Salam değerli əziz izləyicilərimiz. Bini qəsəbəsində Yaşıl Aptekin yaxınlığında asfalt yola yaxın Sinsi 2 sot yarımda 4 otaqlı bir 6 garajı tam küçəmizin üstündə. Küçəmiz də genişdir, 10 metre küçədir. Değerli dostlar, bu hissədə bizim garajımızdır, kombi hissəsidir. Yoxsa kombi sistemi burada çəkilibdir. Qiymət videomuzun sonunda deyiləcək. Sizdən xahişim videonun sonuna izləyin. Bu hissədə də köməkçi otaqlar da var dostlar. Burada belə bir otaqdır. Sonra burada belə bir otaqdır. İç otaqlardır dostlar aşağı mərtəbədə. Siyaşqa betonda verilibdir yerə. Evimizin yukarı mərtəbəsi 4 otaqdır. 120 kvadratdır. Suyumuzun sayğacı da mövcuddur dostlar, gördüğünüz kimi. Burada su sayğacı qoyulub. Evimizin yan tərəfidir. Qalxanın ikinci mərtəbə ilə sizi tanış edeyim. Koridor proyekti evdir. Girişte böyle bir koridorumuz. Burada sağ tarafta bizim mətbəximizdir. İşıqlı evdir dostlar. Qəşəng genişdir, böyükdür. Burada bizim böyle bir yatağı otağıdır. Aboylar da vurulubdur zövqə görə. Burada bizim ikinci yatağı otağımızdır. Bu hissədə bizim üçüncü yatağı otağıdır. Ve burada bizim sanitär ve sanuzerimiz. Tabii ki aksesuarlar EBS tarafından qoyulacaq. Burada bizim qonaq otağımız dostlar. Qəşəng genişdir, pataloku hündürdür, 3.5'dir, 3 metre deyəsən belə. Dostlar, evimizin qiyməti 115 min manata deyilir. İnşallah gəldinizdə
real alıcı ilə danışıb razılaşma olur. Allah alıcı satanda xeyir versin. Sağ olun, var olun.